Müğənnilər Vəfa Şərifova Yıldız Tilbə ilə duet oxuyacaq. Sferas xəbər verir ki, bu haqda Vəfa rəngarəng verilişində danışıb. Sənətçi bildirib ki, bu layihə üçün avtomobilini satışa çıxarıb. Yıldız Tilbə ilə duet oxuyacaq. Təklifi mən etmişəm. Bunun üçün $170.000 ödəməliyəm. Ona görə də avtomobilimi satışa çıxartmışam. Layihələrimə görə qurban olsun maşın. Mahnını Yıldız Tilbə yazacaq. Aranjman, klip, hamısı daxil çox baha başa gələcək. Menecerlər danışıb. İnşallah müqavilələr imzalanacaq. Vəfa Aysun İsmailova ilə də duet hazırlığında olduğunu açıqlayıb.